mikro, kiçik və orta sahibkarlar üçün audit məcburidirmi? Audit müəssisənin mühasibat uçotunun dəqiq və dürüst aparılması və maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması və rəy verilməsi prosesidir. Audit maliyyə şəffaflığını arttırır, investorlar və tərəfdaşlar üçün etibarlılığı gücləndirir. Azərbaycan qanunvericiliyinə əsasən mikro və kiçik sahibkarlıq subyektləri məcburi auditdən azaddır. Mikro və kiçik kateqoriyaya aid olmayan müəssisələr, o cümlədən bəzi məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyətlər illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil auditor cəlb etməlidirlər. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda məcburi auditdən yayınma inzibati məsuliyyət yaradır.